Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim bu mövzuya toxunan qış aylarında nə etmək lazımdır ki, toyuqlar yaxşı yumurtlasın. Bu haqda danışıb məlumat vermək istərdim. Əziz izləyicilər, əgər kanalımıza abunə deyilsinizsə abunə olun və videolarımıza artıq dərəcədə xahiş edirəm, like qoyun. Çünki çoxunuz baxsınız, like qoymusunuz, mən də hər dəfə deyirəm, yenə də xeyri yoxdur. Çoxunuz qoymusunuz. Belə, indi keçək əziz izləyicilər mövzumuza. Əziz izləyicilər, əgər istəyirsinizsə qış aylarında toyuqlarınız yaxşı yumurtasın, onun üçün nələr etmək lazımdır? İlk öncə əziz izləyicilər toyuqlara yaxşı yem vermək lazımdır. Yəni vitaminli yem. Bilirsiniz ki, toyuqlar qış aylarında hava soyuq olur, enerji itirirlər. Ondan sonra gün olmur, onlar gündən vitamin ala bilmirlər. Ot olmur, onlar otdan vitamin ala bilmirlər. Yəni hər yer belə deyərim də quru olur. Vitamin ala bilmək, bunlarda da vitamin çatışmamazlığı olur və belə deyim, toyuqlar yumurtadan kəsilir. Bunun üçün əziz izləyicilər nə etməlisiniz? Toyuqlara xüsusi granula yemi var. Ondan alıb versəz daha da yaxşı olar. Yəni 10 kilo ondan alsın. Toyuğun sayına asılıdır. Sizdə indi 40-da, 50-də, 10-da, 15-də. Yəni yarıya yarı 50-50 10 kilo ondan alsınız, 10 kilo da buğda. Qatsız bu 20 kilo yemi verirsiniz. Bu toyuğa həm yaxşı yumurtadır, həm də ki onlara çatışmayan vitaminlərini bərpa edir. Bu soyuq aylarda. Ondan sonra əziz izləyicilər sularına vitaminlər qatsız. Chictonik, Supervid, Intravid və s. vitaminlər qatsız. Ən azı ayda bir dəfə, bir həftə verirsiniz. Yəni Chictonik aldınız əziz izləyicilər. Chichtonikin 100 qramı 3 manatdır, səhv etmirəmsə. Bunu deməli 10 litr suya 20 qram tökülür. Yəni 5 gün bundan verə bilərsiniz. Təbii ki, sizdə toyuqlar azdırsa, o bir həftədə görəcək. Çoxdursa 3 gün, 5 gün. Yəni həftədə ən azı daha doğrusu ayda ən azı bir dəfə vermək lazımdır. Da yəni həftə başı, yəni ayın başında bir həftə heç olmasa 3-4 gün ən azı vermək lazımdır. Yəni vitaminlər verirsiniz. Bir də əziz izləyicilər yemlərini qarışıq yeməsiniz. Buğda, arpa, qarğadalı, nə bilim o toyuğu yumurtadan o granula yemləri var. Ondan belə qatıb verirsiniz. Yəni yemini güclü eləyirsiniz. Ki bu qış aylarında həm yaxşı yeyən toyuqlar belə deyim, həm xəstəliyə davamlı olurlar, yəni xəstələnmirlər, həm də ki yaxşı yumurtayırlar. Bir çox insanlar indi belə deyək də kənd yerlərində qalır. Orada çuğundurdu, nə bilim, həyətdə əkilər, balqabaqdır, kartoşkadır, markovdur, kökdür də belə deyək. Onlardan o xaraflarını, yararsızlarını götürüb sürkəşdən keçirdib, yeminə qatıb belə qabaqlarına qoya bilər. O da vitamindir. Yəni qış aylarında belə vitaminlər vermək lazımdır. Bir də əziz izləyicilər, balıqlar satırlar. Yəni o xüsusi taxta balıqlar olur. Bir mağazadakı olsa, hətta köhnələndə 50 qəpiyə də verirlər. Axtarsaz tapa bilərsiniz. O balığı da pişirib həftədə yox da doğrusu ayda bir həftə zat belə vermək olar. Yəni balığı soğutma pişirirsiniz, suyunu qoyursunuz qabaqlarına içir, o balığın özündə yeminə qatıb verirsiniz. Ən azı ayda bir həftə zat, 5 gün zat belə vermək olar. O da yaxşı vitamindir toyuqlar üçün. Belə, yəni vitaminini belə eləyirsiniz. Ondan sonra əziz izləyicilər yerlərini isti eləyirsiniz. Kət yerlərində qalsınızsa bir pec zat belə qura bilərsiniz. İçində odunla zatla. Şəhər yerində də və yaxud digər rayonlarda da qaz varsa, içində biraz qaz yandıra bilərsiniz ki, içi isti olsun. Yəni toyuqların yeri 15 dərəcədən aşağı düşməlidir. 15-13 arası. Yəni ondan aşağı düşdü, belə deyim, toyuqlar yumurtadan kəsiləcəkdir. İndi bəzi insanlar deyəcək ki, qazı elə özümüzə heç tapırıq, limit qalxır filan. Qaz yoxsa odun belə tapın, eləyin. Yəni biraz yeri isti olmalı. 15 dərəcədən aşağı düşməməlidir. 15 dərəcədən aşağı düşdü, toyuqlar başlayacaqdır yumurtadan belə deyim, kəsilməyə. Ondan sonra əziz izləyicilər, yerləri işıqlı olmalıdır. Bilirsiniz ki, bu qış aylarında havalar az gödəlir, yəni gün gödəlir. Saat əvvəl məsələn yay aylarında, yaz aylarında 8-də
daha doğrusu 6-da, 7-də hava aşıqlanırdı. Kış aylarında 8-də, 9-da işləmir zat belə havalar ağarır və tez 5-də, 6-da qaralır. Yay aylarında isə yazda isə saat 8-də, 9-dan sonra belə qaralırdı. Ona görə içində toyuqlar az inkişaf edir deyə belə gəzirlər, eləyirlər deyə bu qış ayları onlara təsir edir deyə yumurtadan gəzirlər. Ona görə damın içində işıq yandırmalısınız. O işığı da necə yandırırsınız? Elə yandırırsınız ki, misal üçün saat 6-da hava qaraldısa yandırırsınız, saat hardasa bir 10-a, 11-ə kimi zat. Ondan sonra isə əziz izləyicilər keçirdiniz ki, toyuqlar 8 saat yatmalıdır. Yəni hava belə deyim 8-də işıqlaşırsa, siz 12-də keçirtməlisiniz ki, onlar 8 saat düz 8-ə kimi yatsınlar və 8 saatdan sonra hava işıqlaşanda dursunlar. Yəni yerləri işığı belə olmalıdır. Yoxsa bəzi adamlar kruqla-sutka yandırır içində, yəni 24 saat bu da toyuqlara ziyandır. Nəyə görə? Aqressivləşirlər, bir-birinin tükünü yeyirlər. Yəni bu yumurtamağa zada da mane olur. Yəni 24 saat yandırmır. Siz əgər damda saxlayırsa, qapalı şəraitdə çölə buraxmırsınızsa, yandırın içində. Ancaq saat axşam 12-də keçirdin ki, qoy toyuqlar 8 saat yatsın, yəni 8-ə kimi yatsın. 8-dən sonra da əziz izləyicilər içində yandırın, elə edin. Yəni bəzi insanlar indi çölə buraxmırlar ki, həm xəstəlik tutmasın, həm yerləri soyuq olmasın ki, yumurtadan kəsilməsinlər, yaxşı yumurtasınlar. Yəni onda da 24 saat içində yandırın. Çünki 24 saat yandırsaz o şey olacaqdır. Yəni bir-birinin tükünü yeyəcək, aqressivləşəcəklər, yumurtlamaqlarına da mane olacaqdır. Ona görə 8 saat keçirdiniz, 8 saat yatırlar, qalan saatı isə gəzirlər. Yəni bax əziz izləyicilər, bu şəraitdə baxsaz toyuqlarınız yumurtlayacaqdır. Yerlərini isti eləsəz 15 dərəcədən aşağı olmasa, sularına vitaminlər qatsaz, yemlərini faydalı versəz, yəni buğda, arpa, qarğadalı, ondan sonra qranula yemi qarışıq, tərəvəzlər sürkəşdən keçirdib versəz, nə bilim balıq bayaq dediyim kimi soğutma bişirib yeminə qatıb versə, suyunu da qoysa dişməyə. Bir də əziz izləyicilər bayaq yadımdan çıxdı demək, buğdanı, arpanı cücərdib verə bilərsiniz. Yəni o toyuq üçün çox xeyirlidir. 2 qat vitamindir. Yəni ondan versəz toyuqlarınız partapart yumurtlayacaqdır. Cücərdirsə o səmənni necə eləyirlər? Cücərəndən sonra həm o artımlıdır, çox olur, həm də ki əziz izləyicilər toyuqlar üçün vitamindir. Yəni bu qış aylarında yaşıllıq belə deyərdim olmayanda o yaxşı yaşıllıqdır. Həm vitamindir, həm də ki toyuqlar üçün yaşıllıqdır. Yəni yumurtasına da o çox kömək olur. Və bayaq dediyim kimi bir də işığını içində işıq yandırırsınız, gününü uzatsınız, ancaq 8 saat toyuğun yatmaq şərti ilə. Yəni toyuq 8 saat ən azı yatır ki, istirahət eləsin. Siz onları 24 saat işıqda saxlamayın. Onda toyuqlar aqressivləşəcəklər, bir-birinin tükünü yeyəcəklər və yumurtadan kəsiləcəklər. 24 saatın 8 saatını keçirdiniz, yatır, qalanını isə gəzirlər. Yəni bax belə əzizlərdə bu qayda ilə baxsaz, inandırım ki, sizin toyuqlarınız yaxşı yumurtlayacaq bu qış aylarında, soyuq aylarda. Bax belə əzizlərcə, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun əzizləyicilər, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılıram. Abunə olun, like qoyun. Sağ olun, salamat qalın.